Salam əziz altıncılar. Ümid edirəm ki, bu dərsdən sonra dünya görüşünüz genişlənəcək, Misir mədəniyyəti haqqında ətraflı məlumatlar əldə edəcəksiniz. Bir ölkənin mədəni nailiyyətləri içində ən mühümü yazı mədəniyyətidir. Misirdə yazı dövlət yaranan vaxtı meydana gəlib, yəni eramızdan əvvəl 4-cü minilliyin sonlarında. Yaxşı, yazının yaranmasının səbəbləri nə idi? İlk öncə onu bilin ki, məlumatlar artdıqca, elmi kəşflər, ixtiralar çoxaldıqca şifahi bunu ötürmək çox çətinləşirdi. Bir səbəb bu idi. Digər səbəb, Misir vahid dövlət halında birləşəndən sonra fironların əmrlərini, göstərişlərini xalqa dəqiq çatdırmaq lazım idi. İlk vaxtlar yazılar şəkillərdən ibarət idi. Ona görə də biz buna piktoqrafik yazı deyirik, pikcə. Zaman keçdikcə insanlar yazıya önəm verməyə başlamışdılar, hətta ona hieroqlif, yəni müqəddəs işarələr deyirdilər. Yazılar daş, ağac, dəri və papirus üzərində yazılırdı. Bu şəklə baxın. Böyük rəqəmlərlə hesablamağı bacaran Misirlilər milyonu belə təsvir edirdilər. Sanki təəccüblən əllərini göyə qaldırmış insan kimi. Bu da hieroqliflərdir, daşların üzərində olan, papirusların üzərində olan. Gələcəkdə Misirdə muzeylərə gedəndə bunlara baxa bilərsiniz. Təhsil və elm. Misirdə ən savadlı insanlar kahinlər, məmurlar, dəftərxana işçiləri idi. Çünki vergilərin miqdarı, dövlətin gəlirləri, xərclərini hesablamaq üçün mütləq savad lazım idi. Məktəblərdə məmurların, imkanlı şəxslərin uşaqları təhsil alırdı. Burada hieroqlif yazı öyrədilirdi. Yazmaq üçün qamış qələmlərdən, xüsusi mürəkkəbdən istifadə olunurdu. Misirlilərdə hesab və həndəsə elmi çox inkişaf etmişdi. Elə piramidalar buna bir sübutdur. Çünki piramidanı tikmək üçün həcmi, sahəni hesablamaq lazım idi. Misirlilər həndəsi fiqurların, üçbucaq, dairə, trapesiyanın sahələrini hesablaya bilirdilər. Onlar hazırda istifadə etdiyimiz rəqəmləri bilməsələr belə onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Qədim Misirdə hər bir rəqəm üçün ayrıca bir işarə var idi. Qızlar isə musiqi, rəqs və evdarlıq öyrənirdilər. Pis oxuyan, nadinclik edən uşaqları isə cəzalandırırdılar. Astronomiya. Astronomiya nədir? Səma cisimlərini öyrənən elmdir. Qədim Misirə qızılı ölkə də deyirdilər. Bu nə üçün belə idi? Çünki onun əsas sərvətini əkinçilikdən əldə olunan buğda və digər dənli bitkilər təşkil edirdi. Bol məhsul Nilin daşqınlarından asılı idi. Bunu əvvəlki dərsimizdə sizə qeyd etmişdim. Nilin daşqınlarından qorunmaq üçün bəndlər və kanallar düzəldirdilər. Misirli alimlər hətta daşqınların vaxtını, ulduzları müşahidə etməklə öyrənmişdilər. Onlar daşqın zamanı göydə ulduzların eyni mövqedə olmasını müəyyən etmişdilər. Astronomiya elminə aid biliklər yavaş-yavaş meydana gəlmişdi. Kahin alimlər ulduzlu göyün xəritəsini tərtib edirdilər. Astronomiya ilə məşğul olan alimlər Nildə baş verən bir daşqından digərinə qədər olan zamanı hesablayıb təqvim yaratmışdılar. Misir təqvimi bizdə olduğu kimi 12 aydan 365 gündən ibarət idi. Hər ay 30 gündən ibarət idi. İlin sonuna 5 gün əlavə edib həmin günləri bayram edirdilər. Misirli alimlər günəş və ay tutulmalarının vaxtını dəqiq bilirdilər. Misirli alimlər günəş və su saatlarından istifadə edirdi. Din. Baxın uşaqlar, bu şəkildə gördüyünüz Misirdə günəş tanrısı Ra'nın heykəlidir. Qədim Misirlilər dini inanclarına və etiqadlarına görə çox tanrılı və bütpərəst idilər. Onlar insan və bitkilər üçün əsas işıq, istilik mənbəyi olan günəşə, gecələr isə yeri işıqlandıran aya, Nil çayına, müxtəlif heyvan və quşlara sitayiş edirdilər. Hətta evlərinə bu tanrıların daşdan, qamışdan hazırlanmış heykəllərini qoyurdular. Onlar tanrıları quş və yaxud heyvan başlı, insan bədənli təsvir edirdilər.
Baş tanrı sayılan Amon, Fironun havadarı, tanrıların hökmdarı sayılırdı. Misirdə təbabət, yəni tibb inkişaf etmişdi. Bu sahədə onların çox böyük nailiyyətləri var idi. Elə təkcə Misirdə mumyalanma prosesini göstərmək kifayət eləyirdi ki, Misirdə tibb necə inkişaf edib. Onlar müxtəlif xəstəlikləri müalicə edirdilər. Cərrahiyyə əməliyyatları aparırdılar, göz, diş xəstəliklərini müalicə edirdilər. Hətta tibb elminin inkişafı mumyalanma adətinə də təsir göstərmişdi. Gəlin, ən maraqlı hissə mumyalanma haqqında danışaq. Misirlilərin inanclarına görə insanın bədəni bütöv qaldıqca o yaşayır. Buna görə də onlar vəfat etmiş adamın bədənini olduğu kimi saxlamağa çalışırdılar. Belə deyim də, insan öləndən sonra sümük qalır, ət yox olur. Amma mumyalanmada isə bu belə olmurdu. Ölülərin bədəninə duzlu maddələr, məhlullar sürtür, onları qətran və duz hopdurulmuş tənziflə sarırdılar. Belə dəfn adəti mumyalanma adlanırdı. Görəsən Misirdə mumyalanma niyə yaranmışdı? Bu Misirlilərin ölüm qorxusunun simvolu idi. Və bu bahalı proses olduğu üçün adətən fironları, varlı şəxsləri mumyalayırdılar. Bu da həqiqətən də mumyalanmanın olduğuna dair bir hieroqlifdir. Bu da hətta Misir fironunun mumyalanmış cəsədidir. Necə mumyalayırdılar? İlk öncə ölünün vücudunu şərab və ədviyyatla yuyurdular. Beyin çıxarılır, daha sonra isə daxili orqanlar, mədə, qaraciyər, bağırsaqlar çıxarılırdı. Bədən qurudulurdu. Natron adlı maddə vurulur və kətan parça ilə meyit bükülürdü. Yəni natron adlı maddəni vururdular ki, bədəndə suyu yox eləsinlər, qurutsunlar. Həmən çıxarılan orqanlar kanopi adlanan sandıqlarda 40 gün saxlanılırdı. 40 gün. Misirlilər ölüləri mumyalayanda beynin qorunmasına əhəmiyyət vermirdilər. Onlara görə həyat ürəkdən daxil olur, ürəkdə yaşayır və ürəkdən çıxırdı. Onlara görə hətta düşüncə mərkəzi də ürək idi. Mumyalanan şəxsi sırğa və mücəffərlərlə bəzəyirdilər. Hətta mumiyaya qızıldan maska taxırdılar. Mumiyanın başı 40 gün ərzində ruhu tanıyana qədər saxlanılırdı. Daha sonra meyitin kanopedə saxlanılan orqanları yerinə yerləşdirilirdi. Misirdə incəsənət, heykəltaraşlıq, rəssamlıq inkişaf etmişdi. Rəngli boyalardan istifadə edirdilər. Rəsm və heykəllərin əksəriyyəti tanrıları və fironları əks etdirirdi. Fironların daş və qranitdən heykəllərini hazırlayırdılar. Qızıl və qiymətli daşlarla işləməyi bacaran Misir sənətkarları yüksək ustalıq nümayiş etdirirdilər. Piramidalar. Misirdə hətta belə bir deyim var. İnsan zamandan qorxur, zaman isə piramidalardan. Yəni, zaman keçir, biz yaşlaşırıq, qocalırıq, amma piramidalar 5000 il keçməsinə baxmayaraq hələ də qalıblar. Daşqınlar, fəlakətlər, zəlzələlər olsalar da, bütün piramidalar dövrümüzə gəlib çata bilməsə də, bəziləri dövrümüzə qədər gəlib çatmışdı. Misir memarlığında əsas yeri fironların dəfn olunduğu piramida formalı tikililər və məbədlər və saraylar tuturdu. Misiri əbəs yerə ehramlar ölkəsi adlandırmırdılar. İndi də çoxlu sayda ehramlar qalmaqdadır. İnşa edilən ilk piramida pilləli idi. İlk piramida Firon Djoserə məxsusdur, 60 metr hündürlüyündədir. Amma 60 metr heç özü də balaca bir rəqəm deyil. Ən hündür piramida isə 147 metrlik Xeopsa aid piramidadır. Böyük əhəng daşlarından tikilən, hər daşın ağırlığı 2 ton. Üzərində ağ üzlük daşı çəkilən bu piramidanı Misirlilər təntənə ilə Xeopsun üfüqu adlandırırdılar.
Rəvayətə görə piramidanın ucundakı daş əvvəllər qızıldan olub. Xeopsun ehramı 3000 ildən çox müddət ərzində dünyada ən hündür tikili hesab olunub. 147 metr olduğuna görə. Piramidaların qarşısında böyük qayadan yonulmuş böyük Sfinks heykəli durur. Misirlilər böyük Sfinksə dəhşətlər atası deyirlər. Hətta onun fironların ruhlarını qoruduğuna inanırdılar. Çünki o piramidaların qarşısında tikilib. Baxın, başı insan başıdır, bədəni isə aslan bədənidir. Qoruyucu tanrı da deyirlər ona. Baxın, Sfinksin başı fironların başları kimi təsvir olunub. Heykəlin üzünlüyü çayına baxır, gün doğana baxır. Qədimdən fironlar şikarını parçalayan aslanlar kimi təsvir olunurdu. Eyni zamanda Sfinks də belə təsvir olunub. Hətta orta əsr mənbələrində də Sfinksin adı keçir. Baxın uşaqlar, Napoleonun belə deyək də, Sfinksin burnu bu vəziyyətdədir. Burnu yoxdur. Niyə? Çünki Napoleon Bonaparte Misrə yürüş edən zaman top atəşlərinin təsiri nəticəsində Sfinksin burnu düşüb. Xeops piramidası eramızdan əvvəl 3-cü minillikdə tikilib. İndi gəlin piramidaların sirlərindən danışaq. Piramidaların içi yayda soyuq, qışda isti olur. Bu piramidaların içində radioaktiv maddələr olduğundan onları araşdırmağa gedən ilk 12 alim arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdi. Bu ehramların daxilində radar, şüa ötürmə cihazları işləmir. Ehramın daxilində bir qabda çirklənmiş su qoysaz, bir neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə tapacaqsınız. Ehramın daxilində süd bir neçə gün xarab olmadan qalır və hətta qatığa çevrilir. Xeops piramidası 20 il ərzində minlərlə insanların əməyi nəticəsində ərsəyə gəlib. Alimlər belə bir tikintiyə təxminən 2 milyon 300 min daşın sərf olunduğunu hesablamışlar. Ehramların hər biri 2-3 ton ağırlığında olan qaya parçasından tikilmişdi. Və bu qaya parçalarının yonulduğu karxanalar isə piramidalarına 200 kilometr uzaqlıqda yerləşirdi. Bəs heç bir texnika olmadan 2-3 ton ağırlığında daşı, 2 milyon 300 min daşı 200 kilometr uzaqlıqdakı karxanadan necə gətirirdilər? İndiyədək alimlər hələ də Misir piramidalarının tikilməsi ilə bağlı sirləri aça bilməmişdilər. Mən belə düşünürəm ki, Misirdə çox zəngin mədəniyyət olub, çox inkişaf etmiş bir ərazi olub, ağır texnikalar da hətta orada işləyib, lakin sonradan bu mədəniyyət məhv olub. Hətta Misirdə piramidada fironun dəfn olunduğu otağa cəmi ildə 2 dəfə günəş düşür. Misirlilər bu hesablamanı necə aparıblar? 2 dəfə günəş, bir Misir fironunun, orada dəfn olunan fironun taxta çıxdığı gün, digəri isə onun doğum günüdür. Yəni, onun dəfn olunduğu otağa ildə cəmi 2 dəfə günəş düşür. Əvvəllər Misirdə fironlar piramidalarda dəfn olunurdu, amma sonradan Misir fironları məzarları qarət olunmasın deyə yeraltı gizlin sərdabələrdə dəfn olunurdu. Bunlardan biri də Tutanxamon idi. Tutanxamonun sərdabəsini araşdıran İngilis arxeoloq bu sərdabədən 1200 kiloqram qızıl çıxardıb. Elə ən ağırı da elə qızıl maska idi. Təsəvvür edə bilirsiniz uşaqlar. Həm mumyalanmış vəziyyətdə tapıblar onu, həm də içindən 1200 kiloqramdan çox qızıl tapılıb. Bu dünyanın ən zəngin qəbir abidəsi sayılır. Bu haqda artıq danışdım. Demək uşaqlar, ümid edirəm ki, Misir mədəniyyətinə bağlı çox geniş məlumatlar əldə elədiniz. Çalışın, paylaşın ki, digər yoldaşlarınız da yararlana bilsin.